Salam dostlar, hər birinizi salamlayıram. Sabahınız xeyir. Mən klana çıxmaq istəyirəm dostumla bərabər. 30 manat o verək, 30 manat mən. Klana çəkəcəyik. Klanda demək olar 50 kişi orta olmalıdır, bir də yüksək olmalıdır. Yəni pis olmalı deyil. Yəni eləsi var, ancaq yüksək olanlar istəyir. Amma mən belə deyirəm də, orta 50 kişi olanlar da götürür. Yəni ondan problem yoxdur. Klanımız hələ yay ərzində açılacaq, onu da deyirəm. Yaş həddi ondan yuxarı, ondan aşağını qəbul eləmirik. Maksimum ondan yuxarı olmalıdır. Çünki orada biraz söyüş zad ola bilər. Ona görə ondan yuxarı olsun. Ondan aşağıları qoymuruq. Sonra klanımızda nə deyim, maraqlı aktivitelər olacaq. Sonra maşın zad yığılmış belə videolarımız zadımız eləyək. TikTok kanalımız 50 izləyici olsa canlılar açılacaq. Yəni narahat olmayın. Bunların hamısı həll olunacaqdır. Amma TikTok kanalımız həqiqi 50 izləyici olsa canlı açacağım. Onu bilirəm. Çünki 50 izləyici olan kimi canlı açacağım. Ay getdik. Deyən görə. Video üçün nə getdik bana. Nəysə. Hə, bu qədər yəni. Klan açma fikrim var yer ərzində. Ona görə maşınlarımı satıram. Dostum da bir yandan satmaq istəyir. Satıb klan açacağıq. Klanda girişi 4 manat olacaq. Klanda dediyim kimi çox da belə güclü əl bacarağı istəmirik. Sadəcə orta əl gücü lazımdır, əl işi. Orta əl işi lazımdır, güclü əl işi lazımdır. Yəni belə də zəif əl işi götürmürük. Yaş həddi 14-dür. 14 yəni ən yuxarı 14-dür, ən aşağıda 10-dur. Nəysə, bu bölümümüz bu qədər. Sağ olun, salamat qalın.